Salam aleyküm. Cəlal qardaşına turba kəsirdi indi. Turbalar kəsdik qutardı. Bir dənə Cəlal bir də kənara göstərim. Artıq turbalar fitoklubda olacaq. Bir şey deyim sizə. Mən o vaxtı bu qardaşın yanına gəlmişdim. Cəlal qardaşın. Turba almağa da. Bədənim çox ağrıyırdı. Xəstəliyimin kəskin dövründə. Gəlmiş Cəlal bir dənə məsələn turba kəsə, bir də idman eləmək istəyirəm. Nişin idman edirdim, amma turban eləmək istədim. Mən bura nə vəziyyətdə gəlmişdim Cəlal? Buyur danış. Qardaş gəlib bura xəstəliyin ən kəskin vaxtıdır. Bir dənə turba kəsər. Heç turbanın inanmıyorum ki, tutmağa gücü belə yox idi. Mən də deyirəm ki, bu qardaşın 5 gün, 10 gün ya ömrü var, ya yoxdur. Bu turbanı dinləyir. Sən demə Allaha sırf ürəkdən inanan qardaşlar, yəni Allah şəfasını verir. Bəli. Yəni deməyi odur ki, qardaşın da, bəli. Kim ürəklə yaşamaq istəyirsə, eləyirsə, nə isə, vallahi ki, sağ ol. Mən şəxsən qardaşın yanına gələndə bu turbanı əlimdə tutmağa taqətim, gücüm yox idi, Allah şahid. Özün də gördün də sən. O vaxt turbada mənə pulsuz vermişdi. Ona görə də mən buradan turbanı alıram. Hər zaman bunlardan alıram, bu qardaşdan alıram. Teymur əmin instrumentaldır, oğlu da Zaur qardaş. Minnətdaram hər birinə. Çox sağ olun. Allah sağ olun versin.